Drone məsələsinin açıqlamasını burada verəcəyim ki, bir həftədir bu drone səsi gəlir. Xüsusilə dünənlərdə daha çox drone gəldi. Bu nə dronedur, nə məsələdir, bunu mən sizə çatdıracağam. Amma sizlərdən xahişim nədir? Kanala abunə olun, kanalı dəstəkləyin, videonu bəyənin. O dronlar Bayraktar TB2'dir. Onların heç bir silahı yoxdur. Onlar sadəcə müşahidə, kəşfiyyat dronlarıdır. Onlar uzaq məsafədə İran tərəfinin təhdidindən sonra İran tərəfindən gələn raket və dronları vaxtında aşkar eləyir. İlham Əliyevin İsraildən öz əmlakçılarını, ailəsini, sarayını, neft platformalarını qorumaq üçün İsraildən aldığı dəmir qübbəyə informasiya verir və o informasiya nəticəsində İrandan gələ biləcək hər hansısa bir hədəf vurulur. Bəlkə də Rusiyadan da qorxular nəsə gələ bilər. Vurulur. İlham Əliyevin rahat yatması üçün, yəni nə özü zaten bunkerdə yatır, nə də onun əmlakçılarına bir xələl gəlməyəcək. İlham Əliyevin rahat yatması üçün o dronlar 24 saat havada uçuş eləyir. Bu dənizin üzərində də uçurdula bilərdi. Xalq onun səsindən narahat olmasın. Birinci, İrandan gələn təhlükə dedik. İkinci də İsrail onun qəsdindən Bakının üstündə uçurdurur ki, Azərbaycan xalqı raket səsinə, dron səsinə, təhlükəli səslərə, təhlükəli savaşa hazır olsun. Bizi savaşa soxacaqlar. Çünki İlham Əliyev soxulmuşlardandır. Seçilmişlərdən yox, soxulmuşlardandır. Çünki onu bizə soxublar, kasetini çəkərək, özünə, karısına nələr soxaraq, o videolar çəkərək onu bizə sırıyıblar. Ona görə İlham Əliyev soxulmuşlardandır. Qaldı İlham Əliyevin öz silahından özünü vururlar. Avropada, Münih Təhlükəsizlik Konferansında demədi mi? Azad mətbuat yoxdur. Amerikada, Avropada barbar bağırmadı mı ki İlham Əliyev? Kim güclüdür onun sözü keçir. Hüquq, beynəlxalq hüquq, ədalət yoxdur. Kim güclüdür onun sözü keçir. Bu sözü deyən İlham Əliyev deyil mi? İndi İran güclüdür də. İran güclüdür. İlham Əliyev indi çığırır, kömək istəyir. Beynəlxalq hüquq axtarır. Haralarsa məni öldürəcək deyə müraciət edir. Milli Məclis İlhamı vuracaqlar deyə, diriləcəklər deyə toplanıb müzakirə edir. Bu yandan İlhamın Sevinç Telman qızından belə barbar bağırır, ən baxımlı kanalları, saytları İlhamı vuracaqlar, diriləcəklər deyir. İlham Əliyev, sonra sən güclüydün. Xalqımızı dombaldırdın elə, xalqa soyqırma edirdin elə. İndi də İran güclüdür də İlham Əliyev. Etməkdələr zamanıdır da. İndi niyə narahat olursan İlham Əliyev? İlham, ham. Bəsdir də. Etməkdələr zamanıdır axı.